Bakıda Avropada ilk dəfə Detroit elektrik avtomobillərinin təqdimatı keçirilib. İDEA təşkilatının bu təşəbbüsü çox böyük bir maraqla qarşılanıb. Bu avtomobil saatda 100 km sürəti cəmi 3,7 saniyəyə yığır. Green Car MMC, İDEA İctimai Birliyinin dəstəyi ilə Azərbaycanda ekologiyanın müdafiəsinə yönələn ekoloji layihələrini davam etdirir. Növbəti layihə çərçivəsində Detroit Electric SP01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi məhz Bakıda keçirilib. Detroit Electric SP01 ilk seriya ilə istehsal edilən tam elektrikli idman avtomobilidir. Avtomobil 100 km/saat sürətə cəmi 3,7 saniyəyə çatır və avtomobilin maksimal sürəti 250 km/saatdır. 2 yerli kabriolet tipli idman avtomobili zəngin təchizatı və geniş imkanları ilə seçilir. İDEA İctimai Birliyi davamlı inkişafla bağlı bir sıra uğurlu layihələrə imza atmışdır. Bildiyiniz kimi davamlı nəqliyyat əsas etibarilə elektrik mühərrikli nəqliyyat vasitələrini, velosipedləri, qayıqları və s. özündə ihtiva edir. Və bu cür davamlı nəqliyyat konsepsiyasının Azərbaycanda tətbiq olunması bir növ yanacaq mühərrikli avtomobillərin ekologiyanın çirklənməsinə törətdikləri təhdidlərin qarşısını almaqdan ibarətdir. Detroit Electric SP01 avtomobilinin təqdimat mərasimi Bakı 2015 1-ci Avropa oyunları çərçivəsində həyata keçirildi. Təqdimat mərasimində 1-ci Avropa oyunlarında qalib olan idmançılarımız da iştirak etdi. Qeyd edək ki, Detroit Electric SP01 avtomobilinin Bakıdan sonra Avropanın müxtəlif şəhərlərində də təqdimat keçiriləcək. Elman Bakov və Vüqar Xanlarov, ATV Xəbər.